Dəhşət çox probka var idi. Salam uşaqlar, hər birinizi universitetin ilk dərs günü münasibətilə təbrik edirəm. Maşınlar səsindən eşidəcəksiniz yoxsa yox. Universitetə gedirəm. Videomu burada başladıram, həqiqətən gecikdim. Deməli, 8:30-da dərsim başlayıb. Mən 8:30-da mən dərs çatmamışam. Yol gedirəm deyə heç nə, ilk gündə heç nə deməzdir deyə ümid edirəm. Gedirəm. Üniversiteden çıxdı. Bugün biraz tez çıxdı. Bir kitab baxmaya gedirəm əslində. Çox bir şey çəkə bilmədim. Dərsdə çox mini videolar çəkdim. İnşallah editləyəndə qısa bir video alınmaz. Genel günlərdə ümid edirəm ki, daha uzun video çəkərəm. Çünki bugün bir dərs var idi da. Yəni 1 saat yox 1 saat 1 dəqiqə oturduq. İngiliscə dərsi idi o da. İngilizce özümüzü təqdim elədik, kim olduğumuzu dedik. Bu qədər. Şolat kitab bu. Burada anlar gəlmiş. Görünlər burada yoxsa. Salam uşaqlar. Sabahınız xeyir. Bugün üniversitetin 3. günündeyim. Birinci gün çok bir şeyler olmadı. 3. gün çekip göstereceğim ki bugün nerede olacak. Deməli, ilk dersimiz İKT dersidir. Dersimiz 8:30'da başlayır. Ben 2-3 sayı gecikirəm. Ama ona göre qaçı gedim. İnformasyonlar ulaştıranlar ise şu anda bu 0 ve 1'ler 0, false, 1, true, doğru ve yanlış elementlerine çevirilir. Aynı oldu. 0 yanlış, 1 ise saslanan karbonsa bir tələbə gəlib dövlət hesabına. O demək deyil ki, okulsuzluqdur. O dövlət hesabına okuyan tələbənin pulunu dövlət geçirir. Ama yine de üniversite okulu götürür. Sənin valideynin ödüyür. Ama dövlət hesabına okuyan dövlət ödüyür. Hər bir. Ne dersiydi? İnformatikten çıxıb. İnformatika dersinden çıxıb İngilizce dersine gedireyim. Çayına bak. Tələbə çayı maksimum. Bizim otaq hardaydı da orada? Keçdiyi 13 şeydi. İngilizce dersinden çıxıb müasir diplomati dərsine. BM qrupu A və B birləşir. Tanıtım kimi şeydir. Mən belə fikirləşirəm ki, məsələn, bir dövlətin insan kimi fikirləşsə, biz birinci insanı necə tanıyırıq? Baxırıq, əyilciyini paltara görə, danışığına görə tanıyırıq. Benim, məsələn, Belə insanlar təhsil ala bilmirlər. Təhsili ancaq salarlarda yaşayan, varlı təbəqələr alırlar. Onlar müəllimlər tutulurdu, bəli. Mən sizə indi belə danışanda tarixçilərə çox tarix kimi deyirəm. Yəni, ümumi sizin hər birinizi başa düşəcək dildə danışıram. Yəni, o salarlara dəvət olunan müəllimlər onları keçirdi. Məsəl üçün, adi bir şey deyil. Təkərin ailəsində keçirmir, düzdürlər. Və ona görə də ta qədim zamanlarda diplomatlar saraylarda
saraylarda yaşayan, bəli, yüksək təbəqəli insanlar olurlar. Və bu saraylardan sonra Dərsimiz bitdi, evə gedirik. Müasir. Nə? Yadımdan çıxdı. Hə, müasir diplomatiya dərsi. Maraqlı dərs oxuyuram, amma olanlarımız çox danışdı. Sıxıntıdanmış. İnşallah dərsim bitdi deyə evə gedirəm. Bugün universitet maraqlı, yorucu keçdi. Belə. Uşaqlar, sağollaşmaq üçün xüsusi video çəkə bilmədim. Əgər videomu bəyəndinizsə, like atıb kanalıma abunə olub fikrinizi bildirməyi unutmayın. Sağ olun, görüşənədək.